doğru düzgün ilahi hökmlər var. Aha. Kitab verilənlər yalnız özlərinə açıq aydın dəlil gəldikdən sonra parçalandılar. Halbuki onlara yalnız dini məhz Allaha məxsus edərək, batildən haqqa dönərək, Allaha ibadət etmək, namaz qılmaq, zəkat vermək əmr edilmişdir. Doğru düzgün din də elə budur. Saxla. Doğru düzgün din dediyin, tərcümə elədiyin söz nədir? Sözüdür, qəyyimə sözüdür, eləmi? Batil kimdir? Peyğəmbərin həmən dövrdə, həmən şə'n-i nüzul ayələri kimə görə nazil oldu? Haqq kimdir? Batil həmin vaxtı Peyğəmbər sallallahu aleyhi və səlləmin çağırışına isabət etməyənlər. Aha, haqq da Peyğəmbərdir mi? Rastsan? Kimdir? Haqqı deyən Peyğəmbərdir. Yox, Peyğəmbər özü haqdır. Haqq özü Peyğəmbərdir. Peyğəmbər haqdır, bəli. Bəyan edən yəni Peyğəmbər də. Yəni bugün sən bir düz söz deyirsən, qulaq as. Mən sənin sözünü səhv çıxartmaq istəyirəm. Mən səhvəm, sən düz, haqq sənsən də. Mən haqqam, yoxsa haqq əhliyəm, yoxsa haqq dedim. Ha qardaş, bax, bir dənə bir fikir var. Sən bir cür təsvir edirsən, mən bir cür. Mən səhv deyirəm, sən düz deyirsən. Haqq sənsən, səhv deyirəm. Yox, mən haqlıyam, haqlıyam. Mən maraqlıdır bu ayəni haqq deyiləm, haqq başqa şeydir. Haqq bilirsə də... Arif, bu ayəni necətdir? Bir dənə gözlə, bu ayədə yəni bəyan edən Peyğəmbərdir də. Bunun əhl-i beytə necə var? Deyirəm ki, zalikə dinul qəyyimə. Bu, zalikə, bu işarədir. Diri bir şeyə, diri bir şəxsə. Allah Rəsulullah. Zalikə deyir. Zalikə dinul qəyyimə. Bu din kişi cinsində gəlir, din. Qəyyimə isə qadın cinsindədir. Deyirəm, qəyyimə niyə? Deyəm, haza dinul qəyyim. Quranda elə erkək, bax, Quranda elə ayə çox da. Biri, mən onları oxuyurdum keçən dəfə, vermişdi İmam Əleyhisselamdan. Yəni, bəzi yerdə erkək gəlir şeyində, kişi cinsində gəlir, dalınca qadın cinsində verilir. Belə. Nəbi sözü qadın cinsindədir. Bildimi? Din sözü kişi cinsində. Bunun nə aidiyyatı var? Axı, ikinci öz aramızdır. Mən burada olmasam, Çorlunu tam sıxacaq. Rasim, qalx kömək. Yox, sən eşlisən, ay Hacı Hişam. İkinci ayəni oxu, ikinci ayəni rəf Qəmbərov bu ayəni əzbər bilir, bunun söhbətdə gedibdir. Zalikə dinul qəyyimə sözü. Zalikə dinul kişi cinsindədir. Qəyyimə bir dənə qadın cinsindədir. Mən deyirəm ki, Quranda belə ayələr çoxdur da. Yəni erkək cinsində gəlir, sonra qadın cinsində. Cinsinə görə dəyişməyir. Deyirəm ki... Mənası olmalıdır da. Mənası var bunun. İkinci ayəni bir dənə oxu, ikinci ayəni. Özün oxu da. Oxu da sən. Niyə? Mən maşın sürürəm. Mən maşın sürürəm da qılma. Oxu. Rasulun minallahu yatlu suhufən. Aha. Ara. Ha? Yatlu suhufən nə? Mutahhara. Mutahhara. Paç olmuş. Paç olan suhuflar oxuyubdur. Kim oxuyur? Peyğəmbər. Peyğəmbərdir də. Bəyan edən Peyğəmbərdir də. Bildim də qardaş, deyirdiniz ki, bu Peyğəmbərin kitabı var idi, indi deyə suhufdur. O ayələri oxuyan da, ayələri oxuyan. Orada indi sən səhifə deyəndə düşünürsən ki, Allah Subhanahu taala Peyğəmbərə səhifə göndərirdi. Bildimi? Yaranmışların ən xeyirlisi kimdir? O ayəni oxu görək. Yaranmışların ən xeyirlisi Allah Rəsulü. Elə demir axı. Hansı ayəni deyirsən? 9-cu ayə.
9 ya 10, bilmirəm. Dəqiq baxmamaq. Bəyinə 8 ayə deyir, 9 nə deyir? Hə, birində 7-dir. Axır əvvəl predposledni ayə. Xətadır, başa düşdüm, problem yoxdur. Predposledni ayədir. Bir pisləri deyir, bir yaxşıları deyir. Yaxşıları birinci deyir, sonra pisləri deyir. Yaxşıları oxuyur. İnnellezine amen ve amilus salihati ulaike hum hayrul beriyye. Bəriyyə, saxla, aha. Kim ki iman gətirdi, ulayka nə deyir? Kim ki iman gətirdi, əhsən. Şübhəsiz ki, kitab altını oxuduq da biz, hə, 6. Şübhəsiz ki, kitab əhlindən və müşriklərdən olan kafirlər cəhənnəm odunda olacaq. Mən başqa nə deyəm? Yox, səhv. 7-ni oxumalıyam, 7-ni oxumalıyam, deyəm. Hə, 7-ni oxu. Burada deyir ki, hə, innellezine aminu və amilus salihati ulaike hum hayrul beriyye. Deyir ki, şübhəsiz ki, iman gətirib, yaxşı Salih əməllər işlər görənlər isə onlar yaradılmışlardır. Niyə xeyr ola? Zahir. Bəs Allah deyir də buna, ey Peyğəmbər, mən sənin ümmətini ümmətlərin arasında seçib ən xeyirli ümmət elədim. Ay yox, pirçom tut sənin ümmətin. Sənin ümmətindən Peyğəmbərin ümməti bütün ümmətlərdən xeyirlidir, bəli. Ümmətdən söhbət getmir. Deyir ümumiyyətcə kim dünyada iman gətirib, yaxşı iş yaradların ən xeyirlisidir. Hə, məxluqatın ən xeyirlərindən də. Aha, indi denən ki, bəli, bizim sahabələrimizin hamısı iman gətirib salih əməl görüblər də, əhsən. Denən ki, hamısı Cəbraildən üstündür. Denən. Yox, orada Cəbraildən getmir söhbət. Yox, deyir yaranmışların. Yaranmışdır Cəbrail. Denən hamıdan üstündür. Afsız o, sən iman gətirmədin Allahın kəlamına. Deyir ki, bax, ay qardaş, bax. Qorxdun demək üçün onlar Cəbraildən üstündür. Qulaq asda. Qorxdun bu sözü deməyə. Bir də qulaq asda nə olar? Ayədə deyir ki, şübhəsiz ki, iman gətirib yaxşı iş görənlər isə məxluqatın ən xeyirlisi. Məxluqdur Cəbrail, yoxsa yox. Cəbrail də məxluqatın ən xeyirlisidir də. Yox, qardaş, mən əgər iman gətirmişəmsə, Cəbraildən üstünəm ya yox? Yox, Cəbraildən üstün deyilsən. Niyə? Demir, yaxşı, yaranmışların ən xeyirlisisən. Sən Cəbraildən üstün deyilsən, o demək deyil ki, sən xeyirli deyilsən. Sən də iman gətirib yaxşı iş görmüsənsə, məxluqatın xeyirlərindənsən. Ay qardaş, o mələkdir. Onun variantı yoxdur, mənim variantım var. Mən ondan üstünəm ya yox? Səbirli ol, bax, qulaq asda mənə. Sən birinci xüsusa keçmə. Gəl birinci bunu ümumidə bir analiz eləyək. Ondan sonra burada deyir ki, iman gətirib yaxşı iş görənlər məxluqatın ən xeyirlərindəndir. Əhsən. İndi qulaq as. İndi bu hər iman gətirənə aiddir, yoxsa yox? Qoy sözümü bitirim. Deyirəm ki, 15 nəfər, 37 nəfər iman gətirib yaxşı iş görüblər. Bunlar hansından üstündür? Ayəyə görə deyirsən, yoxsa özünə görə? Yox, elə ayəyə görə, özünə görə. Ayəyə görə yaranmışların ən xeyirlisi iman gətirib salih əməl görənlərdir. Ən xeyirlilərindəndir, bəli. Mən də iman gətirib yaxşı iş görsəm, məxluqatın ən xeyirlərindənəm. Əhsən. Bu demək deyil ki, mən kimdənsə üstünəm. Mən ən xeyirlilərdənəm, bəli. Məxluqatın ən xeyirlilərindənsənmi? Bəli. Əhsən. Ola bilər ki, sən yalan danışasan. Mən yalan danışa bilərəm, bəli. Onda nətər xeyirlisən? Yox, o demək deyil ki, yalan danışmaq insanı küfr əhli eləyir bəyəm. Xeyirli eləmir, nağdı xeyirli eləmir. Yox, küfr əhli eləmir. Burada. Yox, deyirəm xeyirli eləmir. Yalan danışmaq, bir dəqiqə. Yalan danışmaq insanı imandan çıxardır. Xeyirli eləmir, bəli, imandan çıxardır. Peyğəmbər buyurur ki, Peyğəmbər buyurur ki, əgər kim yalan danışsa imanı gedər. Peyğəmbərdən hədisdir. Harada deyil? Sünni hədisidir. Sən o sünni hədisidir. Bir dəqiqə qulaq as. Deyirəm ki. Sünni hədisidir deyirəm. Qardaş, bir dəqiqə. Gəlirlər, soruşurlar ki, mömin zinə eləyər, deyir eləyər. Deyir mömin oğurluq eləyər, deyir eləyər. Deyir mömin yalan danışar, deyir andol Allaha yox. Andol Allaha yox. 3 dəfə deyir. Başa düşdüm də, indi yalan danışsa kafir olur. Mömin olmur. Nə olur olsun.
Düşür müsəlman səviyyəsinə, mömin olmur. Qulaq as. Onda sənin deməyindən belə çıxır ki, Peyğəmbərdən başqa bəşər tarixində bir dənə mömin yoxdur. Çünki hamı yalan danışır. Kim deyir ki, hamı yalan danışır? Mən deyirəm sənə, imamları 50 dəfə təqiyyə babına salmışsan. Təqiyyə də sözün yalan tərəfini deməkdir. Ay qardaş, sənin Peyğəmbərin təqiyyə eləyib, Yox, eləməyib. yox. Taifə gedib niyə cəmaatdan kömək istəyirdi? Hansı cəmaatdan kömək istəyirdi? Anasının qohumlarından. Harda kömək? Orada o təqiyyə idi. Gedib Taifdə nə danışırdı? Allahın dininə dəvət edirdi. Hə, bildim. Niyə kömək istəyirdi Allahdan qeyrisindən? Kömək istəyirdi. Müşriklərə qarşı kömək istəyirdi. Qureyşlər bunu öldürmək istəyirdilər. Əbu Talib əleyhissalam dünyasını dəyişəndən sonra məcbur oldu oradan çıxmağa. Hə. Harda deyir ki, orada təqiyyə edirdi? Yox, deyirəm, nəyə getmişdi Taifə? Deyirəm, harda deyir ki, Peyğəmbər orada təqiyyə edirdi? Of. Adadır, Sabuhi. Peyğəmbər orada harda təqiyyə edirdi? Bunu göstər mənə. Sabuhi, təqiyyə eləmək insanı dindən çıxardır ki, yəni bu Təqiyyə eləmək nədir? yalan danışmaq deməkdir. Onda denən ki, Abuzər yalancıdır. Kim yalancıdır? Abuzər. Abuzər harda təqiyyə elədi ki? Soruşdular ki, denən Allah yoxdur da dedi, anası Abuzər atasını deyir, öldür. Əmmar Yasiri. Əmmar, əstəğfurullah. Əmmar Peyğəmbər dedi dedi ki, ki, bir tutsalar bir də deyərsən. niyə xeyr ola, təqiyyə yox idi axı. Yox, mən sənə deyirəm ki, mən başqa söz dedim sənə. Sən demək istəyirsən ki, məcburən yalan danışan elə yalancının ta kəndisidir. Ay əzizim, mən sənə deyirəm ki, sən deyirsənsə ki, yalan danışan mömin deyil, mən də deyirəm ki, Allahın Rəsulundan başqa heç kim mömin deyil. Əgər mən şərt ondadır ki, təqiyyədən söhbət getmir. İmenli açıq-aşkar, Bir dəqiqə qulaq as. açıq-aşkar yalandan söhbət gedir. Ay qardaş, Təqiyyəsiz. qulaq as. Mən sənə deyirəm ki, yalan danışmağın o yanı bu yanı yoxdur. Yalan danışmaq, yalan danışmaq. Əgər yalan danışmaq insanı mömin etmirsə, mən də deyim ki, Rəsullahdan başqa mömin deyə bir nəfər yoxdur. Niyə? Hamı yalan danışır həqiqətdə. Hamı yalan danışır. Hamı yalan Yox. danışır. Təqiyyədən yoxsa ümumiyyətcə yalan danışır? Təqiyyədən, təqiyyə olmadan mümkün deyil ki, olmasın. Hamı yalan danışır. Təqiyyədən naşit olmaz da. Yox, yəni təqiyyə sözündə verilən cavab yalan babındadır. Yalan danışmaq sayılır da təqiyyə. Yox, bax, qulaq az. Adımı Təqiyyə yalan sayılır yoxsa yox? üstünə unlu görüb adımı dəyirmança. Deyirəm ki, təqiyyə babında verilən cavab yalan babındadır. Bildimi, təqiyyənin özü yalan sayılır, şəxs yalan danışmış sayılır. Yalan danışıb da nəticə etibarilə. Sən onda İbrahim əleyhissalama kəzzabdır, söhbət davam edir. Yox, Qurandakı ayəni gətir. Yox. Quranda təqiyyə ayəsi var. Kəzzab. Yox, üz üstə mabim. Rufo, Quran ayəsini gətir. Yalanı vərdiş edənə deyirlər. Yox, Rufo. Qurandakı təqiyyə ayəsini gətir. Bildimi? İbrahim əleyhissalam nədir? İbrahim əleyhissalam təqiyyə eləməmişdi. Təqiyyə, bura bax. İbrahim əleyhissalam nə cavab verir? Deyir ki, bu böyük büt vurdu qırdı. Eləmi? Elə deyir, elə yoxsa yox? Hə, elə deyir. Yalan danışır yoxsa yox? Yalan danışır. Daha deyir kəzzabdır. Kəzzab deyil. Mən ətər deyirsən ki, kəzzabdır. Kəzzab yalana vərdiş edən adama deyirlər. Hətta bax, xeyr o İbrahim əleyhissalama deyirsən ki, yalan danışır. İbrahim əleyhissalam yalana vərdiş eləmişdi. Yalan danışırdı orada. Yox. Həqiqət idi o. Niyə qışqırırsan ki? Yox, Təqiyyə idi də, niyə adamını evləndirirsən? Təqiyyə idi. Təqiyyə idi. Deməli, haram döydə təqiyyə. Nə deyil? Haram deyil. Allahın Rəsulü yalan haram eləməyibdi. Yalandan təqiyyə eləməyibdi. Aşağı üstündə qulaq as. İbrahim əleyhissalamı oda atanda niyə təqiyyə eləmədi? Demədi ki, Nəmruda sən mənim Rəbbimsən. Çünki o bəyan idi. Nə idi? Bəyan. Bəyan idi. Bəli. İbrahim əleyhissalam onu yandırmayacağını bilirdi. Bəli. Yalan danışsan bilmirdi. Bilirdi. Vallahi bilmirdi. İman eləmişdi. Yalan danışırsan bilmirdi. Onda sənin İbrahimin iman eləməmiş İbrahimdir. Mən də iman eləyim.
İbrahim od onu yandırmayacağını bilmiyor. İbrahim bilirdi ki Allah onu yandırmaz. Allah'ın İbrahim dininde bilirdi ki adını Allah bas. onu yandırmaz. Yok. Kulak az, yalan danışma. Özünü İbrahim Aleyhisselam bilirdi ki Allah onu yandırmaz. Yəqin bilirdi Allah onu yandırmaz. Kulak az, Allah'ın dininde, Hayır. Allah'ın dininde təqiyyə yoxdur. Nətər yoxdur. Şəxsi həyatında, Yalandan fırlatma Allah'ın yalandan. dinində təqiyyə yoxdur. Allah'ın yalan, dinində yalan. təqiyyə olsaydı, Məkkə müşrikləri Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkənin ən gözəl şeylərin vəd edəndə Rəsulullah təqiyyə babından qəbul edərdi ki, etmədi. Gördün, təqiyyə eləmədi. Allah'ın dinində, dinin əsasında təqiyyə yoxdur. Dininin əsası deyil bu. Qaldı ki, o Müvəqqəti birisi məsələlərdə ki, arvadla bacı deməsi, innəməl müminə ixvətun ayəsidir, möminlər qardaşdır, burada problem yoxdur. Üçüncüdə də xəstə olması məsələsi xəstə idi, bə. Bütü böyük büt qırmışdı, yoxsa İbrahim qırmışdı onu. Yaxşı, İbrahimin cavabı oydu ki... Orada dinin əslində bir şey yox idi. İbrahimə də təqiyyə edən olsaydı, o zağa atılanda təqiyyə eləyərdi. Eləmədi. Körlərə bir də Ali İmran 28-i oxu görək orada nədir? Ali İmran 28. Ali İmran. Razı Sankin İbrahim sarkazmdan deyib ki, gəlin ibadət edək. Bir dənə şey, Ali İmran 28-i oxu da. Oxuyuram, səbirli ol, oxuyuram. Möminləri qoyub, kafirləri dost tutmasınlar. Kim bunu edərsə, onun Allahla heç bir əlaqəsi qalmaz. Ancaq onlardan, bir dəqiqə, deməli, ancaq onlardan gələ biləcək bir təhlükələrdən qorunmağınız üçün müstəsnadır. Allah sizi xəbərdar edir. Ərəbcəsi yalnız Allahadır. Rufo. Deməli, la yetəxizül müminunəl kəfərinə ən qəşəng Rufo oxuyur da, Rufo. Ərəbcə oxu, Ali İmran 3-cü surə 28-ci ayəni oxu. Allahu şeyin illə enten minhum və yuhəzzirikumullaha nəfsə və ilallahil məsir. Burada tuqah sözü keçir. Böyüt məni. Böyüdürəm, sonra balacalaşdıram biləm. Hadi sən də ekranı böl, yekəyə yox da, o 8 yerə. La yəttəxidul müminunə kəfirinə əvliyə min dunil müminin. Möminləri qoyub, başqasını dost tutmasınlar. amma möminlər ola dost tuta bilərlər də. Bu ayədən biraz xarş edirsən. Nətər? Yəni möminləri qoyub dost tutmaq olmaz, amma möminlərlə bir eləmək olar, belə bir çıxarış olar. Yox, ağzıma gələn danışma, ayəni oxu. Osman'ın Kur'an'ından. Hayır Rufo, ayədə deyir ki, orada istisna qoyur ki, təqiyyə babı var orada. Bir dənə oxu. Bax, ikinci cümlə belə gəlir. Deyir ki, وَمَنْ يَفْعَلْ ذَلِكَ Kim belə eləsə, فَلَيْسَ مِنَ اللّٰهِ فِي شَيْءٍ Ona Allah'tan bir şey düşməz. İlla kim? Ən təttəqu kim qorxudan, təqvadan da qorxudan. Minhum tuqatən. Onlardan kim? Minhum nə? Tuqatən təqiyyə sözüdür. Kim onlardan? Tuqatən sözü yoxdur axı orada. Minhum tuqatən. Ən təttəqu minhum tuqatən yoxdur orada. Hadi dayansan oxuya bilərsən, dayanmasan tuqatəndir. Tının üstündə var da, ən var. Tuqatəndir. Sonra əgər dayanırsansa da, tuqah deyə bilərsən, tuqah. Sonra deyir ki, nə deyir? Yəni burada deyir ki, can təhlükəniz olsa, Əhsən, ondan sonra sözə bax bir dənə. Və yuhazzirukumullah nəfsə. Allah sizi nəfsindən qorxuzur. İndi bax, burada təqiyyə eləyir axı mümin canı üçün.
Neyden qorxur Allah bizi? İndi ay kornara. Quran da təqiyyəni inkar eləyir, yoxsa Yox, məsələ burasındadır ki, Axı bir Quran hökm mı? verir. Bax, deyirəm abi. Məsələ burasındadır ki, mən bilsən bu mövzumuza qarışmıram, amma arada başa qarışıram. düşdüm abi. Bax, mən deyirəm ki, bir hökm verən səlahiyyətli bir kişinin hökm vermə babında təqiyyə etməsi qəbul edilməzdir. Çünki Allahın dini ilə hökm verir təqiyyə babında. Belə olmaz. Niyə? Hardan deyirsən ki onu? Ona görə ki, Allahın dinində hökm babında biri gəlir məndən Allahın dinində bir şey soruşur. Mən ona Allahın dini buyurduğu kimi yox, onun əksi, yəni sözün həqiqətinin əksini, yalan babından ona bir şey satdırıram. Bu nə qədər dərəcədə düzdür? Həqiqəti gizlədə bilərsən ümumiyyətlə. Həqiqəti gizlədə bilərəm. İfşa eləməyə bilərsən, həqiqəti saxlaya bilərsən sirr olaraq özündə. Yoxsa elə ifşa eləməlisən. Həqiqət bəyan olunmaqdan ötədir. Qəbul olan yerdə də, olmayan yerdən nə verərsən ki? Allahın Rəsulü Məkkə müşriklərinin içində həqiqəti bəyan edir. Bildin də, qəbul eləmədilər də. Üstünə daş atırdılar, hər şey atırdılar. Buna baxmayaraq Allah Rəsulü sallallahu aleyhi ve sellem həqiqəti bəyan edirdi, təqiyyə edirdi. Bəyan elədi, qəbul eləmədilər, müharibə oldu, eləmi? Hə. Ancaq təqiyyə Əhsən, indi əhsən. Bəyanın dalınca gəlməlidir də, yəni bəyan oldu, hüccət tamamlandısa, o ki cəzaları gəlməlidir. Hətta gəldi də. Əhsən, indi sən hər hüccəti tamamladığın şəxsə müharibə elan edə bilərsən? Yox. Onda səndən Peyğəmbər eynidir. Yox, sən səhv danışırsan. Çünki onlar Peyğəmbərlə müharibəyə gəlirdi. Peyğəmbər onlarla müharibəyə getdi. Bildim də, əhsən, Peyğəmbər müdafiə olunurdu. Bəli. Əhsən, indi mən də sana deyirəm ki, eyni sualı verirəm də, deyirəm ki, Yox, bu təqiyyəni bir dənə get uzatmayın. Bu təqiyyə axı razılaşmadın. Şorn Arab. Quranda Allah deyir yalan danış Abi, onda. mən deyirəm ki, təqiyyə Allahın Yox, bax Quranda Allah təqiyyə icazə verdi, vermədi. Olmadı bu ayədə. Mən başqa mövzularla qarışmıram. Qorunmaq babında. Bildim də təqiyyə icazə verdi qorunma babında, vermədi. Qorunmaq babında icazə verdi, hə. Ayso, bax biz onsuz da şiyələr təqiyyəni biz demirik ki, elə harda gəldi təqiyyə. Mən bu gün heç nəyə təqiyyə eləmirəm məsələn. Təqiyyə Quranda Sən eləmirsən. Hədi söz var ki, Mehdinin zuhuruna qədər təqiyyəni paltar kimi geyin ürəyinizə. bildim qardaş, bir səbir ol. Yəni təqiyyə Salam aleykum Nəsim. Təqiyyə, bax qardaşım, sən inkar elədin, sən inkar elədin, yalan babına vurdun. Orada İbrahim əleyhissalam can təhlükəsi var, dedim, mən eləmədim. Allahın, yaxşı, İbrahim aleyhissalam oda atılanda can təhlükəsi yox idi. var. Ben deyirəm can təhlükəsi də yalan deyil. Oda də. atılanda niyə təqiyyə eləmədi o halda? Çünki Allaha iman eləmişdi ki, o onu qurtaracaq və orada dua Yalan elədi. Dedi danışır. ki, Yalan Natalya, danışır. eləmədi duanı. Yox, Allah'a iman etmişdi. Odun onun yandırmayacağını bilmirdi. Yox, odun yandırmayacağını demirəm. Deyirəm, Allahın onu oddan qurtaracağını bilirdi. Hardan bilirsən? Onda Allah iman eləmir də. O Allah'a iman etmişdi, Rəbbinə iman gətirmişdi. İman eləyirsə də Allah bunu qorumağını da iman eləyir də. Yoxsa deyir ki, Allahdan başqa qoruyan da var. Zəkəriyə niyə qorumadı, yaxşı? Zəkəriyə niyə qorumadı? Deməli Zəkəriya bilirdi ki, onu öldürəcəklər. Baxın, bir dənə dayan. Bura Rufo, bir dənə dayan. Bax, Çorn Arab. Peyğəmbərlər bəzi məsələdə təqiyyə edə bilərlər. Yəni, burada problem Quranda ayətdə can təhlükəsi olur. Amma yalan danışmır. Peyğəmbərlərin elədiyi təqiyyə deyil, tövriyə deyil birincisi. Tövriyədir. Tövriyə ilə təqiyyə başqa-başqa şeylərdir. Mən bu saat İbrahimin bax o zövcəsinə İbrahim əleyhissalam deyir, Sara mənim bacımdır. Sən də qəbul edirsən sözün möminə bax. həqiqətini deyir də. Sözün həqiqətini deyir. Belə şey olmaz. Əgər Vallahi innəməl müminə ixvətun da möminlər qardaşdır. Bu bunun arvadı deyə artıq. Bil abi qulaq az, qulaq az. Arvadıdırsa. Bildim. İman üzərində olanlar hamısı qardaşdır da. Oy döz deyəcəm. Bax, iman üzərində olan qardaş bacıdır. Amma birisi evlidirsə bir qadından, artıq o bacı qardaş deyil. Zaten Səndən bir cəhətdən bacı qardaşdır. qardaşlar yoxsa yox.
Aa kardeş din bazı kardeşin bildiği siz la Ayı var Yemeni'den. ne kardeşim? Ayı var ya ayı. Ha bildim bazı bu o yani ki dinde bazı götürsen de bu dediğiniz mentige sığmır. Sığır laf ne zaman hele de sığır. Hə, bunlar sığdırırlar da. Nətərsə də eləyirlər onu. Niyə? Bax, söhbət nədən başladı? Fatimə nə demək? Biz razılaşdıq ki, oxuduq ki, lüğəvi məna və hədis də belə gətirdiniz ki, sünnə hədisi ki, Peyğəmbər buyurur, Fatimə aralayan deməkdir. Nədən? Onun sevənləri oddan aralayan. Allah da Fatiməni də, onu sevənləri də oddan araladı. Nəyinə görə? Fatiməni sevdiklərinə görə. Deməli, Fatimənin sevgisi oddan aralayan bir xüsusiyyəti var. Hamı razılaşdı ki, Fatimə oddan aralayandır. Sabuy sen bu təfsirlə razılaşırsan, niye? Hansı təfsirlə? Bunun dediği Baba təfsirlə. Fatimə için. Ay Mövsüm. Fatimə nə demək? Quran ayəsinə təfsir gətirmir, Mövsüm. Ayəyə təfsir gətirmir. Bildim bu sözə verdiği məna ilə də, yəni razılaşmışam. Fatimə sözünün mənası. Ayran demək. Vanli pelifon. Hərfi mənası ayran deməkdir, ayran. Şo da Oddan ayran nədir? Oddan Fatimə ayran. Nədən ayran? sözün Vanli pelifonda ayran deməkdir. Hədisdə deyir ki, Tarixül Bağdadi'də, sonra İbn Əsir bir kitabında və s. Qurtubi bir kitabında, yəni Fatiməni sevənlər və özü və onu sevənlər cəhənnəm oldu, onlara toxunmayacaq, cəhənnəmdən ayrılıb cənnətə girəcəklər babındadır. Bu deyil ki, Fatimə cənnəti və cəhənnəmi ayırandır. Bu belə deyil. Ne oldu? Dünənə kimi imam idi ayran. İndi adini deyəcək ki, Fatimə imama höccətdir. Faydadır. yo, deyəcəm ki, Fatimə Əlidir, Əli də Fatimədir. Belə deyir də, hə. Başa düşdün, düz gəldi hər şey. Əhsən. İndi deyin görək yaxşı, sizə görə Fatimə nə deməkdir? Ayran. Nəyə ayran? Heç nə qardaş. Şimdi sözün mənası. Aha, indi denən ki, heç bir mənası yox idi. Peyğəmbər də əbəs yerə qızının adını Peyğəmbər olduğu dövrdə Fatimə qoyub bilməyib, elə-belə qoyub. Anasının adını qoyub da, hə, bəs qoyub, hə. Anasının adı Xədicədir, Peyğəmbərin anasının adı Əminədir. Fatimə Pürçün. Hansı birini? Əlinin anasının adını niyə qoysun ki öz qızına? Əlin xətrini istəyir deyə. Burada nə var ki? Nətər oldu ki, siz Əlinin xətrini istədiyi şəxs Peyğəmbərdir. Əgər Peyğəmbər Əlinin xətrini istəyirsə, Allah da istəyir. Razısınız? Kimdir ki? Qulaq as. Sən ağlı nasiblərə gedib hesabı fikir verir. Məsələ burasında ki, bu sözün bir şey problemi yoxdur. Bunun bir Həzrət Fatimə anamız cənnət qadınlarının seyyidəsidir. Aydın məsələdir. Cənnət qadınlarının ən üstünüdür. Məryəm istisna. Bizdə hədislər var da əlimizdə. Bunu dana bilmirik. Elə deyil. Əhsən. Hə, burada bir problem yoxdur. Həzrət Fatiməni iman üzərinə, əxlaq üzərinə, bütün əməlləri icra edən, Həzrət Fatiməni sevən, Həzrət Fatimə ilə bir yerdə cənnətə girəcək. Allaha həmd olsun. Əhsən. Razısınız ki, Peyğəmbər... Burada bir problem yoxdur. Qaldı ki. Bax, biz 74 dənə mövzuya girdik. Heç bir mövzunu da sıfırdan sona apara bilmədik. Başa düşdün? Təqiyyədən girdik, tövriyyədən çıxdıq, tövriyyədən Hə də, fırlatdınız. Mən sizə konkret sual verdim. Dedim ki... Bizim əslində mövzumuz Babul Hava idi. Rüfətlə. Yox, Babul Havayda satacaq. Əvvəlfəz ağaya qurban olaq. Prosto söhbət orasıdır ki, xanım Zəhranın adı niyə Fatimədir? Onu izah edin. Dedik də, Həzrət Fatimənin adı Qoy Mövsüm desin. Bu sual səhvdir. Mövsüm desin. Dənə haqqımı halal elə. Biz Peyğəmbərin nəfsinə də, Peyğəmbərin haşa, Rəbbi deyilik ki, biz bilək Peyğəmbər niyə Fatimə deyib. Bildin nətər? Bu nə sualdır birincisi bizə verir? Qasım nə deməkdir? Qasım nə deməkdir? Deyirəm ki, biz nə bilək ki, Qasım niyə Qasımdır, İbrahim niyə İbrahimdir, Fatimə niyə Deyirəm, Fatimə? Qasım nə deməkdir Qasım? Ay qardaş, hər nə deməkdir, biz onu bilənmərik Peyğəmbər niyə adı qoyub? Səhv deyirəm dayı. Nətər hər nə deməkdir? Bu nə deməkdir? Mən Rufo ilə sizin bəhsə qarışmıram da. Mən mənim mövzularıma ilişəndə qarışmıram. Allah Quran-ı Kərimdə İbrahim İsa'nın dilindən deyir ki, İsa Rəbbinədir ki, sən mənim nəfsimdəki bilirsən, mən sənin nəfsindəki bilmirəm.
Eləcə də Aha. Muhammedin nəfsindəkini onu Rəbbi bilir. Biz bilmirik. Sən bu sualı bizə verə Əhsən, bilməsən. o Muhammed ümmətinə başa salıb ki, niyə Fatimə qoymuşam övladımın adını? Yoxsa Yox, başa başa salmayıb. salmayıb. Başa salmayıb. Yox, Əhsən, yox. indi mən sana hədis gətirsəm sünnüdən ki, başa salıb nə deyərsən? Gedib Bəlazurdan, şiələrdən zaddan gətirəsən. Ged işin. Deyirəm bax gətirsəm. Nə deyərsən? Gətirsəm yox, gətir qoy ekrana. Yox, tutaq ki var. Sən nə deyərsən? Ya zaten gətirməlisən. Bu bəsdir. Sən gətirməlisən. Bir şey alamıram. Təhdid eləmək istəyirəm, ala bilmirəm. Bir yerdə durmusunuz. Bu qulağınızdan Özünüzə makaron güvənməyin. sallanmayı var. Deyirəm Özünüzə ki, güvənməyin. mən özümə güvənib deyirəm ki, zaten bir mahiyyətli mövzu Sənin yox. peyğəmbərin əbəs yerə bir hərəkət eləyib. Ad qoymaq belə möhtərəm bir hərəkət deyil zaten. Özü buyurub ki, övladlarınıza ad qoyanda yaxşı adlar qoyun. Belə bir söz deyil. Nübüvvətdən sonra bəli. Belə bir əhsən, nübüvvətdən sonra o övladı doğulub. Adını Fatimə qoyub. Niyə qoyub? Deyirəm gətir hədisi. Deyirəm, bilmirəm də, mən sənin Mən dinindən sual şantaja edirəm. gedən adam deyiləm, Rufo. Var Sənin gətir. dinində Yoxdur. peyğəmbər əbəs bir iş görmür ki. Əbəs deyəndə ki, indi bu suala Mənasız da, mənası olmayan. həyəcanlanma da, sözümü kəsmə. Deyirəm demirsən, hədis var. Deyirəm təqdim elə. Gözləyirəm. Sən əvvəl de görək hansı şərti qəbul eləyirsən, mən ona görə hədisi gətirim. Yo, mən şantajla bəhs eləmirəm. Şantajla yox, deyirəm ki, bax, əgər özünə güvənirsən, dinində də yəqindəsənsə, qardaş, deməlisən ki, mənim peyğəmbərim ya əbəs bir iş görür, ya görmür. Bu ikisindən biridir. Mən zakazdan söz demirəm. Doğrudan baxanda məddaha oxşuyuram mən sənin üçün. Deyirəm ki, sənə görə peyğəmbərdən, sənin iman etdiyin peyğəmbər. Rufo yorma da qaqaş da. Var deyirəm, gətir, yoxdur, imkan ver söhbətimizi eləyək. Səbuhi, sən oxu bəyək gətirdiyin sünnətini. Yox, var, Müslüm, var. Özdə Yox, Nə deyirəm deyirsən, ki, nə oxu. Sən də danışdın da. Deməli, hədisləri baxıram. Şeydə deməli, İbn Həcər Əl-Heytəminin Əl-Səvəqul Muhiraq kitabındadır. Sonra Xətib Əl-Bağdadinin Tarixül Bağdadında keçir. Nə deyir? Sonra onu deyir ki, misal başdan oxuyaq. Əhl-i alimi Əl-Xətib Bağdadi nəql etdiyi hədisdə Məhəmməd Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur. Fatiməyə yalnız ona görə Fatimə adı verildi ki, Allah onu və onu sevənləri cəhənnəm odundan ayırmışdır. Mənbə Əl-Xətib Əl-Bağdadi Tarixül Bağdad kitabı 12-ci. Bunu kim deyir? Bağdadin bildim. Kimin sözü gətirib bunu? Peyğəmbərimizdən soruşurlar. Bildim. İbn Həcər Əl-Heytəmi deyir ki, İbn Həcər Əl-Heytəmi deyir ki, Hə. nə üçün ona Fatimə adı verildi? Əli dedi, yazıqlar olsun mənə. Niyə belə yazıb bilmirəm? Yazıqlar olsun mənə. Niyə verildi? Ey Allahın elçisi. Ey Allah. Çünki Allah onu və onun zürriyyətini qiyamət günü cəhənnəm odundan ayırmışdır. Heytəmidə belə. Həmd olsun Allaha. Həmd olsun Allaha. Heytəmdə deyir ki, Fatiməni və onun zürriyyətini cəhənnəm odundan ayırmışdır. Əldə iləmi deyir ki, Misnədül Firdovs kitabında. Ona görə Fatimə adlandırılır. Peyğəmbər buyurur ki, ona görə Fatimə adlandırıldı ki, Allah onu və onu sevənləri cəhənnəmdən uzaqlaşdırmışdır. İndi eşitdin ay mövsüm. Bir dənə sözə yazın. Ay mövsüm. Hamısı uydurmadır. Bu hədisləri deyil, bu hədisləri. Billər. Yenə Yahudi uydurmalar. Yenə Yahudi. İmkan verir, Rufo'da söhbət edirik də. Bir dəqiqə üzr istəyirəm də. Bu hədisləri də bərkidirlər bilsən nə ilə? Həmin bu hədis. Bu hədisləri bərkidirlər. Buxarıda keçən. Fatimə mənim bir parçamdır, onu qəzəbləndirən məni qəzəbləndirmiş olar. Sonra bu hədislə bərkidirlər. Bir də bərkidirlər cənnət qadınlarının seyyidəsidir Fatimə. İndi mən bir cavab verim bunlara. Birincisi, tarix kitabından dəlil gətirilməz. Onu gətirən birinci mənə sənədini təqdim eləsin. İkincisi, Hafiz İbn Həcərin gətirdiyinin sələfdən mənbəsi yoxdursa, o hədisi də veririk rasxoda. Üçüncü, məntiqli söhbət edək. Şiənin öz kitabında var ki, Fatimənin balaları arasından dəccal çıxacaq. Nətər Fatimənin salamullahu aleyhə bütün uşaqları cənnətə girə bilər. Bu onun zaten Bu o getdi rasxoda bu hədis. Bu heç müzakirə mövzusudur. Bütün sözünü sən soxdun deyə gedəcək də. Bütün sözünü soxdun. Yoxdur. İkinci dəccal gəlir. Bütün sözünü sən soxub hədisi nəql şey eləyə bilirsən. Qulağa. Vura bilirsən.
Bütün sözünü sokma. Fatimənin balaları arasında Dəccal çıxacaq, çıxmayacaq bu. Çıxacaq, heç bir problem yoxdur. Fatimənin Getdi hədis rasxoda. hədisdə dedi bütün balaları. Yox, var deyirəm. Bəni hədisi tulladın. Bəni hədisi Fatimənin tulladın. balalarının arasında Dəccal var. Var. Sabuhin İbn Həcər hədisi getdi rasxoda. Niyə? Çünki uydurma hədisdir. Niyə də? Oxuduğu hədisdə deyir ki, Fatimənin balaları cənnətdədir. Sən də deyirsən Bəli. ki, cəhənnəmdədir, Dəccal var. Orada demədi ki, hamısı. Getdi də deməli uydu. Ay qardaş. Orada dedi hamısı. Bura bax, orada dedi hamısı. Mukat sıra seyitlər cənnətə girəcək, Rufo. Yox da girməyəcəm. Mən də deyirəm ki, orada demiş ki, Sonra hamısı. yenə getdi hədis rasxoda. Hədis getmir də, hədis yenə yerindədir. Kim Ay, Fatiməyə inansa, onun görsə, dinində ay olsa, getməyəcək. Özün bilirsən ki, hədis uydurmadı, bilmirsən nə Nətər tələb uydurmadın? Özün buradan bura deyirsən ki, Ay, qardaş, əgər bütün desəydi, hə, bütün demir baxır. Qulaq as. Fatimənin balaları cənnətdədir deyəndə Əbu Ləhəbin də nəslindən müsəlman gələ bilər. Gör söhbət deyirsən. Gəlibdir. İmam sizdə döyüşdə şey var. Bura Əftər kimdir? Əftər kimdir? Kimin nəsli kəsdi? Səbirli ol. Ya Ammar ya Salman qayıdıb deyir ki, Cəmməl ya Siffeyndəki ey imam, sən niyə hamı qabağına çıxan hamını öldürmürsən? Deyir ki, ey filan kəs, mən qeybi bilirəm, onun zürriyyətindən mömin gəlir. O şiə hədisidir, o sən şiələrə inanmırsan, sən nə bulmacan? Yox, şiə nə rəddiyə verirlər? Var bu hədis? Var, bəli. Ay, sağ ol. Eləcə də Əbu Ləhəbin belindən də müsəlman gəlir. Misal Əbu Ləhəb deyirəm. Hansısa kafirin belindən də müsəlman gəlir. Bildimi? Allah Əftər desə, Allah bir şəxsə sonsuz desə, ondan nəsə gələr? Səbirli ol. Allah kimə sonsuz söz deyir? Sonsuz sözünə verilən təfsirə bax. Allah kimə sonsuz deyir? Kevsər surəsində 3-cü ayədə nə deyir Allah? Sənə sonsuz Əftər onların özləridir. Kimdir o? Əftər deyən kim idi? Əftər deyən bir Yahudi. Sən də deyirəm Allah ona Əftər eləsə, onun nəslindən kimsə gələ bilər? O Əftər desək onun nəslindən heç kim gəlməz. Şo da deməli. Amma oğlanları olur baxın. Nəfər, indi özün izah ver də, sən Quranındır, sən hədisindir. Buyur izah. Bu başqa söhbətdir. Hələ Fatimənin sallallahu aleyhi balalarının Yox, hələ bir balalar söhbətindən çıxaq. Deməli, özü etiraf edir ki, və dinində də etiqadı var ki, Fatimə sallallahu aleyhanın balaları, hələ Mukassıra seyidlər hamısı cəhənnəmdədir. Bu hədis getdi. Gəldik birinci hədisə ki, söhbəti, onu sevən cənnətdədir. İndi sual verirəm. Ya İsa'nı sevən xristiyanlar cənnətdədir, haşa və kallah. Haqqı ilə sevənlərdən gedir də söhbət, haqqı ilə sevənlərdən. İndi məsələ budur ki, bu özü Burada haqsızlıq edirsən. Haqqı ilə sevənlərdən gedir. Burada haqqı ilə sevənlər bir də Bəqərə surəsi 124-ü götürürlər. Sən ədalətsiz edirsən abi. Bir də burada yox, dayı, mən ardın gətirəcəkdim ki, mən bir dənə Rasimə cavab verim. Rasim, bizdə İmam Əleyhissalam deyir ki, qəbirləri uzatmayın, dağıdın. Bu hədis vardır. Bayaqdan yazıram bu boyda hədislər, yenə öz dediyi deyirsən. Peyğəmbər sallallahu aleyhi və aleyhi və başqa peyğəmbərlər də və o cümlədən imamlar da istisnadır. Necə ki, Ömər ikinci xəlifə. Bir peyğəmbərin qəbrini götdü, dəyişdi yerini. Niyə dəyişdi? Səbəb nə idi? Üstün dağıdardı, qutarıb gedərdi də. Niyə dəyişdi? Bir səbəb var da. Peyğəmbərlər və imamlar istisnadır, qutardı. Necə ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhi istisnadır, sünnəli, şiyəli onların qəbrinin üstündə qübbəsinə də izin var. Eyni şeydə bizdə imamlar adda, yəni elə şey dəlil gətir ki, o sizdə olmuyor. Mən o hədisi öz adımdan deyim, Rasim, dayı dediyi hədis var. Tarsusun fəthində Ömərə gəlib deyirlər ki, möminlərin əmri, deyilənə görə filan yerdə Daniel əleyhissalamın qəbri var. İnsanlar də oranı təzim edir və s. və ilaxır. Ravidir ki, xəlifənin tapşırığı ilə getdi qəbri qazıb peyğəmbəri çıxartdıq. Onun saqqalı və saçından bir-iki tükün ağarması istisna, heç bir bədənində dəyişiklik yox idi. Və ravi özü bu əsnada peyğəmbərin hədisini bu öz hədisini bilmir. Bizə irad bildirir. Yəni, ən azından ikinci xəlifəyə hörmət qoy da, ikinci xəlifən deyir.
En azından senin ikinci xəlifə, birinci xəlifə, üçüncü xəlifə dönəmi Allah Rəsulunun Məscid-ül Nəbəviyyə böyüyüb, orada qübbə qoyulub üstünə, böyüdülüb. Belə şeylər danışma da, özündə olan şeyi başqasına irad tutma. Hə, sənin, mənim, biz kimik ki, Rasim, sən də öləndə qəbrin itməlidir, Hişam da, fərqi yoxdur. Biz də getdik də, amma imamətdir, peyğəmbərdir, olmaz axı. Ömər götürür ikinci xəlifə bir peyğəmbərin məzarını dəyişir, orada səbəb olur, o səbəbə görə dəyişir. Yəni bunlara bir ədalətin olsun da, yəni ən azından bir balaca hoxoddan. Buyurun indi. Şeydir, bu sevgi məsələsi, dayı o zazoru mən zaten qoyacaqdım ki, yəni misal üçün hədis var, mən belə deyim də, bu sözü həm Rafizi Hişam, həm Vahabi Mövsüm, həm bu İbn Səbatçı Rufoda üçümüz də sevdiyimizi deyirik, üçümüz də cənnətə girəcəyik desək, bunu üçümüz də bununla razılaşan deyirik ki, birimiz, Lüboy ikimizi təkfir edəcək ki, qardaş filan kəslərin cənnətdə nə iş var? Eyni ilə də o hədisi dümü gətirmək olmaz. Məsələn, o hədisi götürüb mən deyirəm ki, yalnız əhlüsünnə girəcək. Çünki haqqı ilə sevən bizik. Bunu Rufo özünə deyəcək, sənlə məni verəcək raskoda ki, biri Mukassradır, biri Rafizidir. Yox, biri Mukassra, biri Nasibidir. Sən də deyəsən ki, biri Qulətdir, biri Nasibidir. Yəni bu sözü də götürüb ümumiyə şamil eləmək olmaz. Sən bu səsin gəlmir. Çatdırıb yazanmıram. İnşallah Allah sənə qüdrət versin, Rasim. Belə şeyin, Saudiyan kralı ol. Duxun çatar gedib Peyğəmbərin məzarının üstün qübbəsin, qəbri zadı ləğv eləyərsən oranı. Belə bağlayarsan, hörərsən, dağıdarsan, qəbri də itirərsən. Yəni bu ehtiqatda olan insanlara mən doğrudan ürəyim ağrıyır. Yəni ikinci xəlifə bir peyğəmbərin məzarını qoruyur, gedir onu düzəltdirir, tikdirir başqa yerdə. Ayrı yerdə bastırır. Sən deyirsən itməlidir. Yəni sən ikinci xəlifədən çox bilirsən. Mən nə deyim qardaş? Dayı onu elə yazmağı ilə də öyle. Əmmar Yasin Qardaş dedim axı Həzrət Abbasdır. Bunları danışarıq. O hədis dedim ümumdur. Həzrət Abbas əleyhissalam Kərbala şəhididir. Əbu Hüreyrədən dala qalan deyil. Buxaridən dala qalan deyil ki, qəbirlərin üstünü ucatmışsınız. Get Buxarinin bir qəbrinə bax. Get bir, nə bilim, Omar Abu Bakırda qəbirlərin üstünə bax. Get bir şeyə bax, Əbu Hüreyrəyə bax, sonra gəl bizə dil uzat da. Nəsə, mən çıxıram, bir Rasim gələndə. Elə belə. İmkan versin, əsəblərim pozulur. Yəni, Rasim sən... Yox, izah da eləyirəm, qəbul eləmir. Yəni, bir insan özündə olanı başqasına irad bildirməz, Rasim. Özündə olanı başqasına irad bildirmə. Görsən, Vahabi sənsən da, Rasim. Ədalətsiz deyirsən də, belə zərafat da olmaz, belə şıltaq söz də olmaz. Belə sözlər yazma da. Xahiş edirəm, belə ədalətsiz sözlər yazma da. Axı, bir özü vermək qoy, atdan biri götürüb o sözvə görə səni söyər. Söyüş yazar. Eləmədən nə olar, qardaş? Onda deyək, Peyğəmbər Vahabi olub, Peyğəmbərin qəbrini ucatmışsınız. Bu nə sözdür deyirsən? Əstağfurullah, tövbə, tövbə, Allah mənim günahımı bağışlasın. Ya, nə bilim, Əbu Hüreyrənin qəbri qalxıb üstədir, minbəri var. Əbu Buxarin var, onlar rafizi olub, şey olublar. Bəsdir də. Bir də bir şey deyim, bu Peyğəmbərin qəbrini dağıtmaq məsələsinə gəlincə, and ola Allaha ki, heç bir kim da dağıdır. Yo, məsələ budur ki, Əmmar Yasin anası var, Sümeyyə anamız, onun şəhid edilmək qissəsi hamımıza gəlib çatıb da, atlara bağlayıb, parçalayıblar qadını, eləcə də Zəkəriyyə əleyhissalamı dəmir mişar kimi ikiyə bölmək. Həmin adam kimliyindən asılı olmayaraq, həmin adamı tikəsini ələ gətirməz, yəni bu ümmət. Yəni o arzu və istəklər mərkəzi deyirlər ki, Peyğəmbərin qəbridir, mən xəlifəyəm, nə bilim, Saudiyədə əmir sahibiyəm, istədiyim hərəkət edeyim. Adamı ibrət aləm gəbərdərlər, yəni. Fironun qissəsi onun yanında nağıl olar. Osmanlıların devrində Peyğəmbərin qəbri... Sən bax bunu istəyirdin, gəldilər söyüş-sözdür. Qardaş, xahiş edirəm, ay İsveç. Mən səndən bir müsəlman kimi, bir kişi kimi xahiş edirəm söyüş-sözdür. Rasim, görürsən, bax, bu sözlərə, bunu özün edirsən də, Rasim.
And olsun Allaha özün eləyirsən. Bu Vəhabidir, bu belə sözlərlə, yəni rişxənd olmaz da, qardaş. Mən sənin bir dənə sevdiyinə axı elə sözlərlə yanaşmıram, təhqir edici çıxır da qıraqdan, Rasim. Mən axı sənə heç vaxt elə sözlər istifadə eləmirəm, heç bir sevdiyinə. Bu düz deyil, Abdülvahab da deyib, İmam da deyib, bu sözdür. Adama deyirlər söymə kasıb dədəmi, söymüyün vardı dədəmi. Təmiz söhbət. Bu qədər bəsit. Bizə quburi Niyə kimi bir normal baxmırsan. söhbət apara bilmirik ya? Nədir bizim qarnımızın ağrısı? Qardaş Rasimi yolla da səslədə, sabahı görsən Rasim fitrə. hörmətsizlik eləyir. Rasim ya qəsdən eləyir ki, burada fitnə düşsün. Başım Onu çıxır. at yayın boyu səslə Burada söhbət. belə həyatda belə adam deyil. Bu Rasim, sən burada səsi iki dəfə yazığı iki dəfə sildim. Eləmə də insanların nəfsi ilə oynama qardaş. Biz gedirik bunların yayınına, bizim nəfsimizlə də oynayanda onlar da deyir ki, eləməyin. Qonaq gəliblər, eləməyin. Qardaş oynama da sən deməklə Hacı Şam gəlib əhl-i sünnət olmayacaq. Nə də Rufa olmayacaq. Eləmə də qardaş, nə eləyirsən ki? Gəlin mən söhbəti dəyişdim. İsrailin şiəsi deyir ki, şübhədə qardaş, olsun. məni deyirəm, məni qoyalar. Mənə icazə verələr. Mən bütün əhl-i beytdən olanların indiki qəbirlərindən gücüm çası 5 dəfə də artıqını eləyərəm. Mən yaxşı eləyərəm. Peyğəmbər məscidini daha hündür eləyərəm. Rasim, sənə də imkan versələr, Peyğəmbər məscidini sökərsən, yerlə bir eləyərsən, 2 xəlifəvi saxlayarsan, bax, xoşva gəldi, gəlmədi deyəcəm indi. Saxlayarsan, Peyğəmbər məscidində, qəbrində itirərsən. Xoşva gəldi. Olmaz axı. Bir şey soruşum. Kitab dayda da var, Sabhuyda ona görə ikisindən də soruşuram. Bu 5-ci cild İbn Kəsir təfsiri İsra 1 təfsirini oxumusunuz? Məndə yoxdur. Yox, məndə var, qoyarsın. Məndə var. Ay 20 səhifə təfsir veriblər Mehraca. Xəbərin var? 5-ci 5-ci cilddə İsra 1.